Hal-hazırda mən sizə deməli Google-dan istifadə edə bilmədiyimə görə Google hal-hazırda belə deyək də bunların elə əsas cinayət güc mənbəyi Google-dan ibarətdir, belə deyək. Çünki istədikləri kiber oyunları, qumar oyunları və hal-hazırda Temunu və digər onlayn alış-verişləri və 2022-ci ilə qədər davam edən məşhur Kapital Bank dələduzluğunu da bu metodla həyata keçirirdilər. Yəni lazım gələndə Kapital Bankla bağlı dələduz bir proqram təminatı həyata keçirdilər və hal-hazırda PİNAP-la məşğuldurlar. Hələ də çünki Kənan Hacıyev, onun bacısı, baş əməlçi İbrahim, Tural və digər cinayətkar dəstə üzvləri hələ də azadlıqda olduqlarına görə və Kənan Hacıyev hələ də işindən azad olunmayıb. Bunun üstünə İşçi xidməti küllü miqdarda rüşvət alaraq 2025-ci ildə Qusar Polis İdarəsinin rəisi ilə bir yerdə evimi yandırdılar. Mirqafar Seyidovun hədə-qorxu gəlmək məqsədi ilə. Daha əvvəllər qeyd etdiyim kimi epizodlar da var. Məsələ bundan ibarətdir ki, bütün sosial şəbəkələrim hamısı hal-hazırda yenə idarə altındadır. Dövlət Təhlükəsizlik Xidməti bir tərəfdən və bizim bu Bandatdeldə oturan vəzifələrindən sui-istifadə edən təxribatçılar, müxalifətçilər, belə deyim ki, dövlətin düşmənləri olan, möhtərəm prezidentimizin düşmənləri olan şəxslər hal-hazırda yenə də öz vəzifələrindən azad olunmayıblar. Buna səbəb Yüksək Xidmətin küllü miqdarda rüşvət almağı, mənim General Əbülfət Rzayev cənablarına yazdığım, ünvanladığım bütün maillər birbaşa olaraq ona yox, ünvanlanır Mirqafar Seyidova. Mən məcbur qaldım Google-u idarə edə bilmədiyimə görə və mənim bu dəqiqə hal-hazırda oyuna gətirərək azadlığımı məhdudlaşdırıb Günəşli istiqamətinə yerləşdiriblər. Saxta sənədlər burada da var. Bu barədə məlumat da vermişəm daha öncə. Mən məcbur qaldım bir daha əvvəllər qeyd etdiyim kimi Yahoo-dan istifadə eləyim. Bu da mənim General Rzayevə bir daha göndərdiyim kopya, bir növ maildir. Bugün bizdə ayın 10 iyuldur. Və burada da qeyd eləmişəm ki, hal-hazırda Kənan Hacıyevdən əlbir olan şəxs bu kriminal avtoritet özünü hesab edən İlqar idi. Əslində İlqar heç bir kriminal avtoritet zat deyil, işverənin biridir. Oğlu da özü kimi onun işverəndir. Yəni bu adamların elə belə deyək də işverənliklə, üzə durmaqla, adam tutturmaqla maddi pul əldə edən şəxslərdirlər. Yəni bunların həyatı elə bunun üzərində qurulub. Burada qeyd etdiyim kimi hamısını qeyd eləmişəm ki, bizim dəyərli General-Mayor Əbülfət Rzayev ən azından General-Mayor Əbülfət Rzayev ailə düşmənlərini tanısın. Onun adından saxta sənəd, saxta idarə düzəldənləri tanısın. Bunun arxası təbii ki, Mirqafar Seyidov durub. Mənə maraqlı və qaranlıq gələn məqam bundan ibarət ki, ayrı vaxt bu adamlar hamısı özlərini bir növ Azərbaycanın idarə eləyən mafiyaları hesab edirlər ki, bunlar indi kriminal bir strukturdurlar və daimi olaraq kişilikdən, namusdan, qeyrətdən dəm vururlar. Hansılar ki, mən bu şəxslərin dələduzluq əməllərində bunu müşahidə eləmirəm. Saxta sənəd, hörmətli bir insanın adından saxta sənəd düzəltmək, onu şərləmək, böhtanlamaq, bu heç də yaxşı bir əməl deyil. Bunun özü də böyük bir dələduzluqdur. Mənim özüm də 2011-ci il həqiqi hərbi xidmətimi bitirdikdən sonra, Murovdan qayıdandan sonra, hərbi xidmət bitirdikdən sonra bu adamlar məndən hələ də əl çəkmədilər. Və bu cinayətkar dəstəyə dayaq duran, birbaşa olaraq Müdafiə Nazirliyində oturan baş əməlçi İbrahim atasıdır. Atası sadəcə bu cinayətlərə dəstək edib, oğlunun narkotik dövriyyəsinə, kiber cinayətkarlıqlarına, silah alverinə və digər oğlunun çirkin əməllərinə. Hansı ki, öz növbəsində mənim əsgər yoldaşım Zahid, Mirzəyev Zahidin də əli ilə və kriminal avtoritetini özünü hesab edən Yunusun əli ilə səhv eləmirəmsə də mənə qarşı çirkin oyunlar qurulmuşdu. Bunun oyunların qurulmağının əsas səbəbi də bundan ibarətdir ki, bu şəxslərə öz cinayətkar dəstələrini və dəstə üzvlərini inkişaf edib artıra bilsinlər deyə daimi mütəmadi olaraq vətəndaşları bütün sosial şəbəkələrdə nəzarət altında saxlamaq və bununla həmin nəzarət əsnasında hakerləri və digər şəxsləri ifşa eləyərək həmən şəxslərə süni cinayət törətdirib, törədilən süni cinayət əsnasında hədə-qorxu gələrək öz cinayətkar dəstələrini və dəstə üzvlərini inkişaf elətdirirdilər.
Yəni bu adamlar öz vəzifələrindən sui-istifadə edərək dövləti və dövlət maraqlarını qorumaq əvəzinə hüquq mühafizə orqan əməkdaşı olaraq birbaşa olaraq qanundan kənar və qanuna zidd hərəkətlər eləyirlər və hal-hazırda da o hərəkətləri eləməkdə davam eləyirlər. Və öz növbələrində hal-hazırda general-mayor Əbülfət Rızayevlə mənim əlaqə saxlamağıma icazə vermirlər. Azərpoçtda bütün məktublarım, Azərpoçtda mən ümumiyyətlə nə qədər pul da versəm də xeyir eləmir. Dövlət Təhlükəsizlik Xidməti öz növbəsində keçən il İlqarın rüşvətini alırdı. Göyçək adında möhtərəm prezidentimiz İlham Əliyev cənablarını sevməyən, ona nifrətlə yaşayan bir qadının evinə qərəzli surətdə yerləşdirdilər. Bir müddət bundan əvvəl də artıq 2026-cı ildir də. İndi də hesab edirəm ki, Mirqafar Seyidovun rüşvətini yeyirlər. Və burada çirkin oyunlar hələ də davam eləməkdədir. Çirkin oyunlar da nədən ibarətdir? Buna manipulyasiya deyirlər xüsusi xidmət dilində. Daimi olaraq cinayət epizodlarının itirilməsi, manipulyasiya ilə və digər düzdür işlərlə, əməllərlə məşğullar. Düzdür, mənə qarşı fiziki təzyiq yoxdur, fiziki kontakt demək olar ki, yoxdur. Hədə qorxu heç kim gəlmir. Dünən 9 iyun özünü ev sahibəsi kimi qələmə verən Rahilə xanım gələrək düzdür mən dövlət xidmətinin rüşvət aldığına görə qaynar xəttinə ağzımdan çıxanı demişəm. Çünki bunlar buna layiqdirlər. Yəni layiq insanlardılar. İçlərində bir dənə vahabiləri var, bir psixopat şizofrenləri var, axmağın bir axmaq. Və hal-hazırda hamı o axmağın, o tərbiyəsinin tərəfini saxlamaqdadır. Bu da həmçinin Kənan Hacıyevlə, baş əməlçi İbrahimlə bu cinayətlərdə və bandada bu şəxslərin əlbir olan və başda duran şəxslərdən biridir. Və hələ də xüsusi xidmət orqanı və bandatlar öz çirkin oyunlarından əl çəkməyiblər. Nəyə güvənirlər, kimə güvənirlər? Baş prokurorluqda oturan Yusifin, necə deyirlər, həyat yoldaşının prokuror qardaşına. Əsas güc mənbəyi həmən o prokurordan ibarətdir ki, həmən prokurorun da Azərbaycana gətirilən küllü miqdarda narkotik dövriyyəsindən, xaricə cəsusluqdan, İran vətəndaşlarından və digər cinayətlərdən xəbəri var idi. Əgər ki, xəbəri yox idisə, Dövlət Təhlükəsizlik Xidmətinə niyə rüşvət verirdi DTX-ya? DTX ondan da rüşvət alıb və ondan rüşvət almaq üçün də yenə onun qohumundan istifadə elədi. Bir saniyə, bu başqa adamın nömrəsidir. Daha əvvəllərdə qeyd etdiyim kimi bu şəxsdən istifadə elədim. Yusif M. Buqar. Yusif bəy ağ BMW, Piterka BMW 5 markalı maşın sürür. Aşağı istiqamətində Asan xidmətin arxasında Navas yeni tikilidə əməliyyat keçirərək məni elektrik işi görmək bəhanəsindən işə dəvət elədilər. Qərəzli surətdə orada olan elektrik sistemini məndən əvvəlki ustaya pis vəziyyətdə gördürərək məni bir növ tələyə saldılar. Yenidən bizim bu Əbdülvahab, xüsusi xidmətdə oturan bu Vahabi öz qardaşı Cəlaldan istifadə elədi. Cəlaldan istifadə elədi və küllü miqdarda narkotik dövriyyəsinə görə prokurorluqdan rüşvət ala bilsinlər deyə və digər şəxslərdən rüşvət ala bilsinlər deyə bu Əbdülvahabdan istifadə. Əbdülvahab toxumundan əmələ gəlmiş bu şizofren, xüsusi xidmətdə oturan daimi olaraq öz Cəlal qeyd eləmişəm. Mişa, yəni Müseyib onun qardaşının adıdır. Bu da öz növbəsində Vahabidir, Cəlal da həmçinin. Və Cəlalın ona göstərdiyi köməyinə görə, dəstəyinə görə Cəlala Həzaslanov istiqamətində ipotekanın ev aldı ki, iz itirə bilsin. Yəni bu Vahabilər ümumiyyətlə başdan xəstədirlər. Bu Vahabiliyi Azərbaycana kim gətirdisə, Allah onun bəlasını versin ilk növbədə. Yəni bir daha qeyd edirəm ki, Allah Eldar Mahmudovun canına bərk-can sağlığı versin. Yəni Eldar müəllim belə şeylə kütləvi mübarizə aparan və radikalizmlə mübarizə aparan bir şəxs idi. İndiki dövrdə isə Vahabilərin bu qədər artmağında, İslamofobiyanın bu qədər inkişaf eləməyində mən günahkar eləməz xüsusi xidmət əməkdaşlarını görürəm. Çünki bu İslamofobların başında duran şəxs eləməz Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşıdır. Özü durub orada. Özü onların başında durub, özü də günü-gündən Vahabiliyi və Vahabici bu təriqəti, Hənəfi, Sələfi, axmaq təriqətləri bir növ inkişaf elətdirməkdədir. Əlavə olaraq da ki, əfsuslar olsun ki, bunlara dəstək duran şəxs də məhz Kəmaləddin Heydarovun Vahabi oğludur. Daha əvvəl qeyd etdiyim kimi, onun oğlunun tikinti işlərini görən Sahir, Cavid və digər əməkdaşlar da ki, şirkətin əməkdaşları da küllü miqdarda narkotik dövriyyəsinin izinin itirilməsi və
rüşvət alınmağında dövlət təbii xidmətinə də köməklik və dəstək göstəriblər. Hansı ki, sərhəd qoşunlarını, belə deyək də, sərhəd komandanından rüşvət almışdılar və alınan rüşvət İrandan Azərbaycana gətirilən narkotik dövriyyəsi əsnasında aparılırdı və 2019-cu ildə də 19 il səhvimsə 18 idi. 19-18-ci ildə də həmin bu cinayətkar dəstə, hansı ki dəstənin başında duran şəxslərdən biri də Qafqazın şeyxi Şeyxülislam Allah Şuparzadənin Məhəmməd adında oğludur və Məhəmməd də öz növbəsində İran vətəndaşını gətirib Masazıra yerləşdirmişdi. Və İranlı bir narkobaron özünə kuryer tutaraq Masazır istiqamətindən narkotik paylayırdı. Baş əməliyyatçı İbrahim əli ilə, Kənan Hacıyevin əli ilə və digər üsullarla. Bu adamlar nə edirdilər? Sosial şəbəkələrin aktiv nəzarət elədiklərinə görə, vətəndaş məxfiçilik siyasətinin pozuntusunu həyata keçirə bildiklərinə görə narkomanları və narkotik azudəçilərini həmin metoddan çox asanlıqla tapa bilirdilər. Və beləliklə rahat narkotik alveri eləyə bilsinlər deyə öz bariqalarını, belə deyək də, həmin o narkomanları tapmaqlar onlara istiqamətləndirirlər və beləliklə ikili oyun qururdular. Lazım gələndə həmin narkomandan istifadə edərək, təzyiq göstərərək, həbs olunmasın deyə bir növ zombi kimi, manqurt kimi istədiklərini elətdirə bilirdilər. Buna aiddir prezident aparatında işləyən Nazim, polkovnikin qardaşı Nazim, buna aiddir avtoritet hesab edən Abu, buna aiddir Xəqani və digər narkomanlar. Yəni bir adam narkomansa, həbs olunmasın deyə bu adam hər şeyə razıdır. Yəni istənilən libo çirkin oyun qura bilər, istənilən şər və böhtanla məşğul ola bilər. Əfsuslar olsun ki, bu cinayətlərin arxasında duran şəxs tək Mirqafar Seyidov deyil, havadar himayədar qismində. Əsas şəxs elə Kənan Hacıyevin atasıdır. 2021-ci ildə Bandatdil məni anlaqsız kimi qələmə verə bilsinlər deyə və paralel olaraq da bizim dəyərli generalımız general-mayor Əbülfət Rzayevi aldada bilsinlər deyə də bir çox, 2 və daha artıq mən deyərdim, hətta çoxlu çirkin oyunlar qurulmuşdu. Bundan əvvəl də sizlərə təqdim etdiyim sənəddə, hansı ki Mirqafar Seyidovun tərəfindən həmən sənəd düzəlmişdi. Əbülfət Rzayevi şər böhtan atmaq üçün və cinayətlərin ifşa olunaraq cinayət epizodlarının və cinayət izinin itirilməsinə cəhdlər göstərilə bilsin deyə. Hal-hazırda cəhdlər mən hesab edirəm ki, uğursuzdur. Düzdür, mən aid sahəsi üzrə mütəxəssis deyiləm, amma 12 fevral 2026-cı ildə özünü Muxtarov kimi qələmə verən Mahir var. Bunun soyadı Muxtarov deyil və bu şəxsin video görüntülərini də mən bundan əvvəlki videoda qeyd eləmişəm. Mahir Fərhad müəllimlə əlbir olaraq biz güya ki Şuşa Dalıca getdik. Orada işlənilən epizod WhatsApp-da WhatsApp-la bağlı o epizodda mən izah eləmişəm ki, status olanda ilk növbədə yaşlı olur. Əgər o adam statusa baxmış bir adam olsaydı, onda həmin baxılmayan statusun kənarında yaşlı olmazdı. Bu da təbii ki, bu şəxslərin bank hesablarına girərək vətəndaş məlumatlarının bank hesabını yarıb xaricə göndərməklərini və beləliklə Azərbaycan dövlət daxilində Azərbaycan vətəndaşlarının xaricə məlumat göndərməsinin təsdiqi hesab edirəm. Paralel olaraq da bu şəxslər narkotik dövriyyəsi, silah alveri və kibercinayətlə məhdudlaşmırdılar. Əlavə əsas cinayətləri isə Azərbaycan xalqına qarşı kin və nifrətləri olduğuna görə əsas cinayətləri də bundan ibarət idi ki, onlar Instagram, WhatsApp və digər yazışmaların da satışı ilə məşğul idilər. Yəni bir vətəndaş WhatsApp-dan istifadə eləyirsə, üçüncü şəxs, məsəl üçün kimisə həyat yoldaşı, dostu, qardaşı, əmsi oğlu, valideyn və yaxud da ki, övlad valideyni barədə fərq eləmir də. Və yaxud da 2 dənə iş yoldaşlarıdır. Biri digərinin məlumatlarını tamamilə əldə eləyir və beləliklə sıravi bir vətəndaşlar da belə bir-birlərinə hədə-qorxu gələ bilirlər. Və paralel olaraq bu şəxslərin Azərbaycan dövlətinin əleyhinə olduqlarına görə, prezidentin əleyhinə olduqlarına görə və bir növ müxalif mövqeyə sahib olduqlarına görə bu şəxslərin əsas məqsədləri də elə Azərbaycan alilərini dağıtmaq və günü-gündən Azərbaycanda alilər dağılır. Bəs nəyə görə dağılırdı? Nəzərə alsaq ki, bizim Azərbaycan xanımlarımız bir qrup, bir növ necə deyərlər, hər şeylə maraqlanan insandılar. Böyük ehtimal bu şərəfsizlərin, bu ləyaqətsizlərin xidmətlərindən istifadə edirdilər. WhatsApp yazışmaları da oxuyurdular, Instagram yazışması da oxuyurdular və bunun üçün hakir olmağa ehtiyacı yox idi. İstənilən adam günü 20 manata, 30 manat verməklə bunların xidmətindən istifadə edərək digər üçüncü şəxsin
hər hansı bir şəxsin bütün yazışmasını əldə edə bilərdi. Mənim başıma da həddən çox oyunlar açılıb. Mənim öz yazışmalarımı başqalarına satıblar. Təbii ki, bu bizim Alfons Qalib Salahzadənin oğlu, o psixopat Əli Hüseyn Salahzadə məni tutturmağı, eləməyi, bir növ güya ki, bu imişli pozğunu Süleymanova Xəyali adında bir pozğunun gözündə bir növ xal qazansın deyə. Təbii ki, bu bir ucuzluqdur. Mən özümdən götürmək istəyirəm ki, əgər ki, mən bilsəm ki, hər hansı bir xanımın həyatında kimsə var, danışdığı var, yəni necə deyim, yəni ki, birincisi mən o xanıma qarşı heç vaxt ciddi olmaram. Yəni o danışa kimləsə münasibət saxlaya məni həyatına buraxıbsa. İkincisi də ki, nə bilim, yəni mən o adamla münasibət də saxlasam, yəni ciddi bir şey o adam haqqında heç vaxt düşünə bilmərəm də. Çünki bu adamın özünə hörməti yoxdur. Eyni vaxtda 2 nəfərlə, 3 nəfərlə əlaqə saxlayır. Hələ bu bizim bildiyimizdir. Halbuki mən Süleymanov Zahidə bu arada dəfələrlə məlumat verməyə baxmayaraq şey eləməyiblər. Və Süleymanova Xəyalə öz növbəsində bu şəxslərlə əlbir olduğuna görə nə edirdim? Deməli, mən Instagramı idarə eləyirlər, istifadə eləmirəm. VKontaktedə belə bir şey var da. Girik bura. İndi interneti söndürmüşəm. Deməli, poisk bölməsində ekranlar əmələ gəlir də. Bu şərəfsizlər, bu ləyaqətsizlər məni şərliyib böhtana eləyə bilsinlər də. Durmadan Süleymanova Xəyalədən istifadə edirlər və Süleymanova Xəyalənin adından ona eyni ilə oxşar durmadan səhifələr yaradırdılar. Və həmən səhifələrdən başlayırlar mənə yazmağı eləməyə. Mən həqiqətən bilmirdim mən kimlə və necə mübarizə aparıram. Və durmadan mənim bütün sosial şəbəkələrimi it gününə qoyurdular. Silirdilər, mənə virus göndərirdilər, parollarımı dəyişirdilər. Mən öz dostlarımla əlaqə saxlaya bilmirdim. Paralel olaraq da mənim bu dəqiqə kontaktımda olan nək insanlar var ha, və hal-hazırda. Kimləri görürsünüz? Hamısı ya, demək olar ki, hamısı kontaktda olan bütün insanlar birbaşa olaraq bu şəxslər tərəfindən hamısı təlimatlandırılmış şəxslərdir. Bütün dostlarım, bütün yoldaşlarım, bütün qohumlarım, mənim şərəf ləyaqətini itirmiş atam, hamısı bu şəxslərin tərəfini saxlamaqdadır. Atama da söz veriblər ki, bəs bir növ ki, belə bir söz verildi ki, mənim atama ki, onun bir dələduz qohumu var, adını da çəkmək istəmirəm. Həmin o dələduz qohumu, hansı ki, doğrudan da onun yeri ilə türmədir, türmədən göz çıxardacaqlar. Və ona küllü miqdarda pul söz verəcəklər. Məsələnin qəmli tərəfi bundan ibarət ki, mən də istəməzdim atam mənə xəyanət eləsin. Elə bu vaxtdan mən bilirdim ki, mən dəfələrlə ona görə evdən uzaqlaşmaq da istəmişəm. Yəni şərəfsiz biri də ləyaqətsiz bir insan da alçağın biridir mənim atam. Bu mənim günahım deyil. Ömrü boyu özünə hörmət qoymayan və heç vaxt hörmət olmayacaq. Məsələ bundan ibarət ki, inşallah tezliklə atam həbs olunar və mən bunun üçün əlimdən gələni eləyəcəm. Heydərov Mehman mənim dayım həbs olunar. Abdalov Rauf mənim əmim həbs olunar. Mən bunun həbsini həqiqətən tələb edirəm ki, bu şəxslər, bu necə sən qohumsan ki, sən necə doğma bir insansan ki, sən sənin əzinlə, sənin doğmanla düşmənçilik mövqeyi olan bir adamın tərəfini saxlayırsan. Nəyə görə tərəfini saxlayırsan? Pula görə. Elementar olaraq. Hamıya nəsə söz verilib, hamı nəsə aldadılıb. Heydərov Mehmana ev alınıb, Allah bilir bu Abdalov Rauf əmmə nələr söz verilib. Yəni Abdalov Rauf əmm olmağa baxmayaraq, mən o xasiyyətində bələd bir insanam. O çox şərəfsiz və ləyaqətsiz bir insandır. 5 mana pul adamı satar. Axmaq, savadsız, düşüncəsiz. Sokaqdan ev şirkətində işləyir. Və dəfələrlə mənə deyirdilər ki, bandatda mən göndərəmirəm. Burada da bu da sübut. Mən göndərmişəm General Əbfət Rızayevə, göndərmişəm. Bundan əvvəl də göndərdiyim sübutlar var. Bundan əvvəl düzdür, mən Google-dan istifadə eləməyə qoymur bizim xüsusi xidmət və bundan əvvəl də mənim mailimi bağlamışlar. Necə bağlamışlar? Bloklanmışlar. Mən maildən e-mail göndərə bilmirdim. Amma burada da gördüyünüz kimi ayın tarixi də qeyd olunub. Bir dəqiqə, at problemini. Bu da həmin ünvandır. 4 yanvar 2026-cı il. Bunu da göndərmişəm. Və burada izah edirəm ki, nəyə görə mən məcbur qaldım ki, belə deyək də, Google mailimi şeylə dəyişim. Çünki Kənan Hacıyevdir, o Hacıyevdir, nə zibildir. Kənan Hacıyevdir, Bandatda hələ də oturub iş yerində. İşindən azad olunmuyor. Baş əməlçi İbrahimdir. Kənan Hacıyevin şöbəsidir. Mirqafar Seyidovdur, hələ də havadarlıqla, himayədarlıqla məşğuldurlar. Yəni bu adamlar o qədər öz rüşvətxor, korrupsioner, yüzki xidmətlə və valideynlərinə güvənirlər ki, hələ də
Heç kim heç bir tədbir görməyib. Heç kim heç bir tədbir görməyib və hər də Kənan oturub iş yerində rahat işinə gedib gəlir. Batçı azadlıqda, o pozğun Batçı azadlıqda və hələ də məndən əl çəkmirlər. Günü bu günə qədər bu adamlar məndən əl çəkmir. Günü bu günə qədər ha. O həyasız ləzgi ləçər hələ də məndən əl çəkmir. Mən bara sala bilmirəm ki bu insanlara. Yəni qardaş, məndən bir mənalı uzaq durun. Evzünü ev yiyəsi kimi qələmə verən Rahilə xanım da belə deyək də, qabaqdan gəlmişdi elədi dünən. Bu ev Rahilə xanımın deyil ümumiyyətlə. Çeklər də və onu bunu sübut eləyir. Bu ünvan Zeytun 234-də yerləşmir. Mənə deyilən kimi. Bu ünvan əslində yerləşir Zeytun 121A ünvanında İnqilab İsmayılovdan kəsişmədə. Və bu evə qəsdən Orxanın da şəklini göstərmişəm mən sizə. Mirqafar Seyidovun. Orxan özü də qəsdən evə narkoman soxdu, Vüsalından narkomana soxdu, yeməyimə nəsə qatdılar. Burada məndə video görüntü var. Necə ki, qaz peçi problem yaranmışdı bizdə aşağıda. Mən hesab edirəm ki, Orxan elə qəsdən eləyib. O video görüntülər olanda yanımda İsa adında başqa bir iş verən var idi. Bərdəli bir iş verən. Hansı ki, Mirqafarın tərəfini, yanmadan tərifləyib tərəfini saxlayırdı. Məsələ də bundan ibarətdir ki, bundan əvvəl Qusarda evi yandırmışdılar. Mən hesab edirəm ki, Orxanın əlində burada evi yandırıb, yenə mənim üstümə böyük ehtimal atmaq niyyətləri var idi. Çünki Orxan özü bir mənalı ki, Mirqafarın qohumudur və təbii ki, Mirqafarın maraqlarını və tərəflərini qoruyub saxlayır. Mən dünən bir daha qeyd edirəm ki, 2026-cı ilin ayın 9-u Dövlət Təbii Xidmətinin qaynar xəttinə ağzımdan çıxanı demişəm. Onların əməkdaşının bir qeyrət olmaqları barədə, gözündən görən olmaqları barədə, Vahabilərin haqqında ağzımdan çıxanı demişəm. Və buna baxmayaraq o sözləri mən ürək sözlərimi deyəndən sonra Rahilə xanım möcüzəli sürətdə gəldi bura dedi ki, bəs şeydir də, səs salırsınız qonşular narahat edir. Hansı qonşular narahat edir? Bütün qonşular burada patstavnoydu hamısı. Burada bir dənə qonşu var, Yanvar Rüstəm yerləşdirəndə bu qonşu, onun təfə qeyd eləmişəm maşın nömrəsini. Deyə bu. Bu yalancı qondarma bir insan deyir. Bu Rüstəmin tanışıdır. Necə oldu ki, yəni belə bir təsadüf olur, Rüstəmlə bir-birlərini tanıdılar. Rüstəmi isə qərəzli sürətli olaraq mənim yanıma yenə yerləşdirmişlər ki, belə deyək də, avtoqəza əfsanəsi yaradaraq, güya ki, Rüstəm CD kart lazımdır. CD kartı mənim telefonuma yerləşdirsinlər. Mənim telefonumdan olan vacib məlumatları telefonumdan silsinlər. Yəni belə hələ də oyunlar gedir və mən də sadəcə tamaşaçı kimi baxıram ki, nə vaxt bunlar bitməkdədir. General Rızayevlə əlaqə saxlamağa qoymurlar, Vilayət Eyvazovla əlaqə saxlamağa qoymurlar.